Əziz müəllimlər, Şəfəq Cəlova, tarix üzrə təlimçi. Bugün sizlərə Misri daha asan formada necə izah etmək olar, onun məlumatını verəcəm. Başlayırıq dərsimizə. Biz deyirik ki, yer kürəsində sonuncu buzlaşma dövrü başladı, düzdürmü? Və bundan sonra Afrikanın şimal hissəsində iqlim dəyişikliyi baş verdi. Və nəticə etibarilə artıq istilər başladı, quraqlıq başladı və ən böyük səhra Sahara səhrası yarandı. Bundan sonra artıq deyirik ki, əhalinin bir qismi Afrikanın cənubuna, digər qismi Afrikanın şimal-şərqinə. Biz deyirik ki, Misirin özü yerləşir Afrikanın şimal-şərqində. Müəllimlər, bu gördüyünüz Misirdir. Misir yerləşir Afrikanın şimal-şərqində. Misirin əsas çayı müəllimlər, burada Nil çayıdır. Biz görürük. Ən uzun çaydır. Herodot 5-ci əsrdə Misiri Nilin tövhəsi adlandırmışdır. Torpağının rəngi qaradır. Misirdə biz deyirik ki, ərazi olaraq iki hissəyə bölünmüşdür. Düzdürmü yoldaşlarım? Şimali Misirə və Cənubi Misirə. Biz deyirik ki, Cənubi Misir, yəni bu hissəsinə Nubiya burada yerləşir. Aşağı hissəsində biz deyirik Şimali Misir. Və nəyə görə bölünür? Ona görə bölünmüşdür ki, Misirin Nil çayı cənubundan şimalına, yəni cənubundan şimalına doğru axdığına görə biz bunu iki hissəyə parçalayırıq. Deməli, siz oxuyarkən qarşınıza deməli nə çıxacaq müəllimlər? Deməli, Damba, Şadov və Nom. Deməli, Damba bənd deməkdir. Yəni çayın qabağını kəsmək üçün. Şadov suni suvarmadır. Nom isə vilayət deməkdir. 40-a qədər kiçik-kiçik vilayətlər var idi. Misirdə papruzdan istifadə edilmişdir. Bunlar qayıqlar hazırlayırlar, evin damını örtürürlər, yazı kimi istifadə edirlər. Təsərrüfatında qısa məlumat verim sizə. Məşğuliyyətlər əkinçilik, maldarlıq, duluzçuluq, zərgərlik, müxtəlif faydalı qazıntıları var idi. Qranitdir, qızıldır, mistir və s. Bundan sonra artıq belə deyək də, şəhərlərin meydana gəldiyi, idarə sisteminin və hakimiyyətinin formalaşdığı ərazilərdə deməli dövlətlər yaranmışdır. Biz dedik ki, artıq vahid dövlətin yaranması eramızdan əvvəl 4-cü minilliyin sonlarına təsadüf edir. İki dənə padşahlıq arasında yuxarı və Misir və aşağı Misir arasında müharibə başladı və nəticə itibarilə vahid Misir dövləti yarandı. İlk paytaxtı müəllimlər biz deyirik ki, Menfis şəhəri olmuşdur. Deməli, Misirin ilk paytaxtı Menfis şəhəri olmuşdur. İdarəetmə sisteminə görə deyirik ki, yəni burada əsasən dövlətin başında quldar deməli Firon dururdu. Fironu siz belə yadınızda. Yəni bu quldar monarxiya idi. Fironu belə yadda saxlayın. Əsas mən sizə ipucu verim. Deməli, hərbi, dini, inşaat. Düzdürmü? Bu üçü qabağınıza çıxanda bunu Fironun vəzifəsi götürün. Günəş oğlu adlandırılırdı. Çaytinin əsas 4 vəzifəsi var müəllimlər. Biz deyirik çaytinin vəzifələrinə əsasən təsərrüfatdır, dəftərxanadır, məhkəmədir, xəzinədir. Kahin isə daha çox Fironu ilahiləşdirmək vəzifəsini həyata keçirirdi. Kəndlilər isə kiçiklər adlanırdı. Qullar isə canlı ölülər adlandı. Müharibə vaxtı əsir düşəndə onlar qula çevrirdilər. Əhalini təbəqələrə bölürdü. Quldar, azad insan, bir də qul. Quldar, qul, azad insana bölürdük. Deməli, belə. Deməli, burada biz öyrəndik ki, yaranması 4-cü minillik, yüksəlisi 2-ci minillik. Təbii ki, E.ə olmalıdır burada. 2-ci minillikdə müəllimlər biz deyərkən deyirik, əsas bizim bilməli olduğumuz hökmdarların adları. 1-ci Tutmos yoldaşlar. 3-cü Tutmos ən bilməli vacib məqamlarımız. Bir də müəllimlər Ramzezin deməli adını bilməliyik də. Əsas bilməli olduğumuz deməli burada Ramzezin demək bu da Ramzezin müasir kitablarda budur, ən son nəşrdə budur. Daha sonra nəyi bilməliyik ən mühüm? 1-ci Tutmosun dövründə sizin bilməli olduğunuz məqam nədir? Deməli deyirik Suriyanı, Fələstini, Nubiyanı və şimal sərhədləri Fərat çayına gəlib çatırdı. 3-cü Tutmosda isə biz Nubiyanı çəkirik, belə deyirik Fələstin, Suriya, Finikiya. Bax, bu yadınızda qalsın. Eyni zamanda müəllimlər, Fələstin bu ərazi ilə bu ərazini idarə etmək üçün canişinlər edir. Deməli, testə düşəcəkdir. Deyirsiniz, 1-ci Tutmosdan sonra
Misir, belə üzr istəyirəm, 3-cü Tutmosdan sonra Misirin ön Asiyada mövqeyi zəifləməyə başladı. Amma 2-ci Ramzesdən sonra daha da zəiflədi. Ramzes yadınızda nə ilə qalsın müəllimlər? Yadınızda qalsın Suriya uğrunda müharibə, Hitlerlə müharibə və müqavilə Kadeş müqaviləsi. Tərəflər heç biri bir-birinə qalib gəlmədi və ilk dəfə olaraq, yəni burada daha çox döyüş arablarından istifadə etdilər. Deməli belə deyirik. Fələstin və Suriya, yenə bir daha deyirəm, Fələstinlə deməli Finikiya qaldı Misirdə. Suriya isə bax Hitlərə yaxın haradır? Şimalı getdi Hitə, cənubu getdi Misirə. Aydın oldu mu burada? Ramzes yalnız onunla yadda qalmasın. Eyni zamanda Ramzesə qarşı hakimiyyətinə qarşı Afrikada qulların üsyanı yadda qalmalıdır. Eyni zamanda Ramzes yadda qalmalıdır ən çox abadlıq işlərlə, su varma işləri ilə, paytaxt Tif şəhərinə köçürülməklə, Nubiyada bu ərazidə daha çox 24 metrlik tənəzzüllə və s. Bir də bunun tənəzzül dövrü yadınızda qalsın müəllimlər. Tənəzzül dövrünü mən dedim ki sizə təxminən 1-ci minillik götürün. Eramızdan əvvəl əlbəttə ki və 1-ci minillikdə biz bunu deməli götürürük, deməli 1-ci minilliyi tənəzzül dövrü kimi deməli götürürük. Və bunun tənəzzül dövrünün əsas səbəbi hakimiyyət uğrunda müharibələr, məmurların özbaşınalığı, sülalənin tez-tez dəyişməsi, sülalənin nüfusun aşağı düşməsi və s. Süqutunu belə götürün. Misir dövlətçiliyinin varlığına son qoyma yazıram bura. Deməli müəllimlər 525 E.Ə. İskəndərin tutulması 332, Romanın isə 30. Bu yadınızda, yəni konkret olaraq bu illər sizin yadınızda qalsın. Əlbəttə ki, hamısı eramızdan əvvələ deməli gətirib çıxarmışdır. Və Misirdə əsasən belə deyək də müəllimlər, yazı ilk dəfə olaraq sual düşə bilər. Şumerlərlə oxşar cəhətimiz nədir? Deyirik, möhürlərdən istifadə. Eyni zamanda bizim qədim Albani dövlətlə oxşar cəhətimizdir. İlk yaz şəkli yazı olubdur. Daha sonrası biz deyirik ki, olubdur hieroglif yazıları. Hieroglif müqəddəs işarələr deməkdir. Daş, ağac və dəri üzərində deməli yazılması əsasən deməli göstərilmişdir. Təhsil isə belə deyirik müəllimlər. Təhsil məbədlərdə, xüsusi məktəblərdə aparılırdı. Kahinlər və dəftərxana işləri müəllimlik edirlər. Yalnız varlılar, adlı sanlı insanların övladları oxuyurlar. Həndəsə əsas fən kimi götürülürdü. Testə düşür ki, kim cəzalandırılır? Deyirsiniz ki, pis oxuyan, nadircilik edən uşaq var. Misir adlanırdı ehramlar ölkəsi. Misir adlanırdı qızıl ölkə. Mütləq şəkildə bunları yadınızda saxlayın və Nilin tövfəsi. Deməli, astronomiya sahəsində dəqiq bilməlisiniz nəyi? Günəş saatı 1, su saatı 2, dəqiq təqvim 3, ulduzlu göyün xəritəsi 4, onluq hesablama sistemini bacarırdılar. Üçbucaq, dairə, trapeziyanı bilirdilər. Həndəsə ən yüksək inkişaf etmiş sahələrdən idi. Çox Allahlıydılar. Amon baş Allah idi. Eyni zamanda havadar idi. Firon havadarı idi. Müxtəlif günəşə, aya və s. inanırdılar. Tibb sahəsində göz, diş müalicə edirdilər. Tibb ilminin inkişafında mumyalama var idi. Təqvimi ilin 12 aya, 365 günə, hər ay 30 günə daha çox bölə bilirdilər. Deməli, yadınızda bir dənə şeyi saxlayın müəllimlər. Eramızdan əvvəl biz deyirik ki, 3-cü minillikdə deməli ehramlar artıq, yəni Gizada ehramlar başladı inşa edilməyə. Amma belə bir sual düşəcək sizdə ki, daşdan tikilən ilk piramida, pilləkən formalı ilk piramida əlbəttə ki Coserə aiddir. Bura yazıram, Coserə aiddir. Amma ən böyük, ən hündür piramida Xeops ehramıdır. 3000 ildən çox müddət ən hündür tikisi olmuşdur və qarşısında isə insan başlı şir bədənli böyük Sfiks heykəli var idi. Dəhşətlər atası deməli adlanırdır. Hieroglifin mənası müqəddəs işarələr deməkdir. Jean Champollion tərəfindən 1822-ci ildə oxunmağa başlamışdır. Sayı 750-yə qədərdir.
deməli, əsas bilməli olduğunuz məqamları mən sizə deməli çatdırdım. İlk sərdabə birinci tutmosdan başlayaraq artıq sərdabələrdə basılırdı. Ən zəngin sərdabə Tunhaminə məxsusdur. Bunu yadınızda saxlayın. Belə. İnşallah həftənin yəni növbəti günlərində sizə növbəti dərslərin izahını bir-bir verəcəm.